7 şehit verilmiş. 600 gazimiz, 2500'den yukarı muharebe iştirakçılarımız var. 3500'den yukarı Callabad oğulları ordu meydanlarında tertip oldu. Onlardan 2 Vətən Müharibəsi qəhrəmanı, biri Kapitan Rəşad Abdullayev, ikincisi Baş Leytenant Qəzənfər Ağayevdir. Sağ, Allah onun canı sağ, ömrünə bərəkət versin. 5 milli qəhrəmanımız var. Callabadın 5 milli qəhrəmanı var, hansı ki, başqa bir onlarda bu qədər qəhrəman yok. 2 Qarabağ ordenimiz var. Onlardan biri Mirava Qasımov, şəhid Mirava Qasımov. İkincisi Ovçu ləqəbli Famil Tərəcov. O da sağ. Allah onun da canı salamat, ömrünə bərəkət versin. Bu göstəricilər heç bir rayonda yox. Bu qələbənin qazanılmasında Callabadın öz xüsusi payı var. Qələbə zəfərimizin təməli ulu öndərimiz tərəfindən 1994-cü ildən atəşkəs elan etməklə qoyuldu. Atəşkəs dövrü bizə hava və su kimi lazım idi ki, ordunu quraq. Qarabağ müharibəsinə Azərbaycan oğulları nizami ordusu silahsız, sursazsız, köməksiz başlamışdı. Azərbaycan oğulları, qəhrəmanları 1-ci Qarabağ döyüşlərində əliyalın düşman üzərinə yetmişdilər. Buna görə də ulu öndərimiz atəşkəs nail oldu ki, ordu qursun. Və bu misiyanı çox uğurla yerinə yetirdi. İqtisadiyyatımız çökmüş vəziyyətdə, ordusuz, nizami ordusuz bir dövlətə rəhbərlik etmək, o rəhbərliyə xalqın təkidi və tələbi ilə və uzaqgörən siyasəti sayəsində vətəni dirçəlməyə başladı. Əsri müqaviləsini imzalayaraq, Bakı-Supsa, Bakı-Ceyhan boru kəmərlərini inşa edərək Azərbaycana iqtisadi potensialını artırmağa yönəldi. Ordu quruculuğu, milli kadrların yetişməsini xarici dövlətlərdə, qardaş Türkiyədə bizim minlərlə gənclərimiz zabit peşəsinə yiyələnərək ordu sıralarınca qayıtdı. Ordunun təməlli, ordunun quruculuğunu o qədər gözəl və səlis yerinə yetirmişdir ki, ondan ulu öndərin vəfatından sonra hakimiyyətə xalq tərəfindən seçilmiş Ali Başkomandanımız İlham Əliyevin rəhbərliyi altında o uzaqgörən siyasəti, ulu öndərin siyasəti nəinki irəli apardı, bu hətta daha uzaqlara, daha geniş mənada onu davam etdirdi. Artıq 2016-cı ilə bizim güclü ordumuz, güclü iqtisadiyyatımız vardır və düşmənin növbəti təxribatına 4 günlük aprel döyüşləri kimi tarixə düşən bir əməliyyat keçirdi. Onda həm düşmən, həm də ki, bizə düşmən mövqedə olan dövlətlər Azərbaycanın qüdrətin gücün gördü. Amma yenə də nəsə çatmır. Möhtərəm Ali Başkomandanımızın ondan sonraki dövrdə düzgün apardığı daxili və xarici siyasət sayəsində biz ətrafımızda, dövlətin ətrafında olan o mənfi qüvvələri, o bizə düşmən qüvvələri neytrallaşdıra bildi.
ve ülkenin dahilinde halk, ordu, devlet birliğini yaratarak demir yumruğa çevirdi. Məhz bu demir yumruq sayesinde, bu birlik sayesinde 2020 yıl sentyabrın 27'sinde Müzəffər Ali Başkomandanımızın emriyle ordu harekete geçti. Ve 44 gün ərzində tarixdə, hər tarixində görülmeyen bir misilsiz qələbəyə imza attı Azərbaycan ordusu. Bizim qələbəmiz o kadar yaxşıdır, o kadar ucadır ki, 200 ildən bəri itirə gəldiyimiz torpaqları nəhayət dur dedik və qələbəyə torpaqlarımızı azad elədik. 2023 yıl yenə də sentyabrın 19-20'sində bu zəfərə son nöqtəni 23 saatlik antiterror əməliyyatları ilə biz nöqtə qoyduq və Azərbaycan öz